Deməli belə, əziz dostlar, biz artıq bugün 4-cü gündür ki, belə gəlmişik. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Təhsil İstirahət Mərkəzinə. Buradan belə girişimiz var. Buralar meşəlikdir. Öz maşını ilə də gələnlər var, ailəvilər. Bir də yəni şəxsi də gələnlər var. Belə gəlirik. Xoş gördük. Salam. Bu içərdən keçdik. Bizim sağ tərəfimiz. Ora market kimi bir şeydir. Sonra onun yanından tibbi otaqdır. Orada olmuşam. Təzyiqim qalxmışdı 150-yə. Dünən 3-cü günü. Bu buranın qəşəng həyəti. Bu iki dənə maşınlar bizi gəzməklərə falan aparır. Dənizə aparır. İndi bugün 26 iyun Silahlı Qüvvələr Günü, Milli Ordunun yaranması günüdür. Ona görə biz Şəhid Xiyabanına gedəcəyik. İnşallah Xaçmazlar rayonundan. Bu Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı. Belə. Bu yolla belə getdik. Bura bunun qəşəng həyətidir. Təhsil işçiləri üçün olan istirahət mərkəzinin bağ-bağçasıdır. Güllü çiçəkli ağaçlar var, şam ağacları. Bu il demişdim şam ağaclarının qozusundan bəhməz hazırlayacağım. Mən rayona gedənə bəhməz qozular böyüyəcək, qaralacaq. Deməli biz bu yolla belə getdik ilk günümüzdə. Bu binanın birinci korpus deyirlər. Deməli o yolda qeydiyyatdan keçdik. Otaqlarımızı aldıq. Bu çöl basenyadır. Bura biraz su içiklidir. Burada kəllə vurmaq olmur. Sonra oradan aldıq otaqlarımızı və hər kəs otağına. Amma əvvəlcə belə restoranına daxil olduq. Restoranını bir dəfə çəkib paylaşaram. Şəkilləri falan var. Amma belə gözəl yeməkxanadır. Yəni belə dadlı da. Çox qəşəng. Hər şey qaydasında. 3 vaxt yeməyi. Əyləncəmiz, buradakı istirahət edən insanlar, orada təmizliyə baxan xanımlar, işçi qüvvəsi. Hər tərəf güllü, çiçəkli, ağaclı, bağ-bağçalı bir ərazidir. Bir təhsil işçiləri üçün istirahət mərkəzidir. Bu günlərim Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü, Milli Ordu yaranması günüdür. 107-ci ildir. Təbrik edirəm bütün əskərlərimizi, vətənə xidmətdə olan əskərlərimizi. Allah can sağlığı diləyirəm. Qazilərimizə Allahdan şəfalar diləyirəm. Aramızda qazilərimiz də var. Bura axşam əyləncə, rəqs zalımızdır. Həyət açıq havada. Sonra şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sinifimizin adını yaşatdığımız Göyçay şəhidi Nurzadə Elşənin simasında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Məkanlar cənnət, ruhlar şad olsun. Bura belə həyəti, bağı, bağçası hamısı bir-birindən gözəl. Mən təbiəti sevirəm. Özüm əqrəb bürcüyəm. Etili əqrəb bürcü. Sədaqətli, vəfalı olmağı xoşlayıram. Burada yəni o mənim əl işləri yaradıcı. Bunlar hamısı yəqin ki paylaşımlarda görürsünüz. Bu ortalıqdan axan belə sudur. Ağ kimi motorla qəşəng vurulub sərinlik versin. Bu işçi qüvvəsi xanımlardır. Yaxşı.
Araldan düşdünüz. Bəli. Burada hazırlıq mərhələsidir. Bu bina. Bura istirahət üçündür belə basenyası. Ondan 12 kimi qadınlar üçün, 3-dən 5-ə qədər kişilər üçündür. Burada şahmat. İçəridə demək olar ki, belə hansılar var görün. Yol falan, tenisdir. Sonra stolsu olan falan oyunların adını elə də fikirdən çıxdı. Bura gəlir. Haradır bura? Bura qəşəng günəş altı basenyadır. Gərək bura gəlib bir kəllə vurardım. Cimə bilmirəm, sadəcə olaraq özüm. Burada rahat istirahətdir. Biraz hava şəraiti, iqlim dəyişikliyi, məkan dəyişikliyi, rejim uyğun olaraq məndə təzyiq qalxır, ona görə çox da çox gözəldir. O göbəklikli yer mənim yerimdir. Mən orada Qurşağa qədər olan hissədir. Orada ancaq mən istirahət edirəm. Salam. Necəsiz? Bayramınız mübarək. Silahlı Qüvvələr Günü. Məni xəyal eyləmişsən çoxdan. Salam, sabah. Yox. Günorta gedəcəm, amma dedilər Şəhid Xiyabanına gediləcək. Niyə? Gül alınıb. Bugün Milli Ordu günüdür də. Gedək ora ziyarət edək. Amma dəniz olmayacaq. Dəniz olacaq. Getmək istəyən getsin. Ayrı. Getmək istəyən getsin. Hər vaxtınız xeyir, necəsiniz? Sağ ol əzizim. Sizi çəkiliş edirəm. Düz verirsiniz. Mən də gəldim uşaq parkı. Deyirəm, mən yerim o göbələkli yerdir da. Siz orada olursunuz. Yox, göbələyin o su da oluram. Bu tərəflərə gedə bilmirəm. Ya, bura qayıtlarıdır ki. Su məni darıxdırır, boğur. Amma uşaq dedi, harada motorlar gidilir. O tərəfdədir, ayağı düşüb. Mən canımda canıma. Bura belə. Artıq dərmanlanıb günorta üçün Şəhid Xiyabanına getsək ziyarətə gedəcəyik. Onda gərək mən bura ancaq düşməm. Çünki artıq basenya. Bu çöl üstü tuşdur, çöldə olur. Maraqlıdır. Belə. Məsəl üçün dünən dənizdən gəlmişdim. Burada çöl üstü tuşda qumlarımı təmizlədim, sağ olsunlar. Yəni dedilər ki, belə edin. Burada ailələr üçün kotejlərdir. Mansarlardır, nə bilim belə də. Sonra burada voleybol oynayırlar. Bunun arxaları da var. Yəni gedib gəzməmişəm çox da. Yəni qəşəng də, vəbşətə. Yox, sizə deməyim. Qəşəng, maraqlıdır. Əsas odur ki, qulluqdur. Nə bilim, belə nəzarətdir, diqqətdir. Narahat olanda müraciət edə bilirsən. Komitə var. Tibbi məntəqə var, belə deyək. Bu bizim qaldığımız binadır. 3 gündür buradayıq. Bugün 4-cü gecə olacaq inşallah. Bunun arxa tərəfində mənzərə meşə mənzərəsi görsənir. Sonra videonu saxlamadım. YouTube'a görüm Wi-Fi tapıb qoya biləcəm mi? Bunun hansı tərəfindəsə bir dənə də arxa basenya var. Amma bilmirəm haradır.
Bu futbol oyunudur. Orada futbol oynanılır. Burada da trenajörler falan var. Belə. Sonra bu bina istirahət o basenya olanın qarşı tərəfində. Oraqda bu binaların hansındasa bir çamaşırxana falandır. Burada da su hovuzuna 300 kub metr su hovuzu var. Qəşəngdir. Belə ümumi görünüşcə qəşəng, maraqlı görsənir. İstədim bir danışmayaraq çəkeyim, amma sonra düşündüm ki, yox, danışım da. Çünki sonra maraqlı gələr ki, bura haradır, ora haradır. Mən buradayam da bilirəm. Çox sağ olsun. Azərbaycan Respublikasının Azad Həmkarlar İttifaqı komitəsinin sədri Araz Paşayevi təşəkkür edirəm. Mən də öz müəllim olaraq. Yəni, düzdür, videonun sonunda deyirəm. Amma yəni, sona kimi səbir olub baxan təşəkkürümü görər. Ki, mən 20 ildir müəllimə kimi çalışıram. Yəni, belə bir şansımdan, hüquqlarımdan istifadə etməmişəm. Yəni, bu günlərim mənim üçün həqiqətən də özüm 4 qrant layihə qalibiyəm. Namaz otağı da var burada, yanğın otağı da var. Yəni, bir olsun bir problem olarsa baxmağa, yoxlamağa. Yəni, hər cür şəraitlər və imkanları olan bir təhsil istirahət mərkəzidir. Əsas odur ki, yəni, nəzarət olunur, diqqət olunur. Rahat istirahət etmək olur. 9 ayda, düzdür, mən işimdən, peşəmdən, sənətimdən zövq alıram. Allah məni imtihana çəkməsin. Şagirdlərimdən, sevimlərimdən. Belə gəlib istirahət etmək, yorğunluğu aradan götürmək yaxşıdır ki, növbəti ilə daha həvəslə, gözəl ideyalarla, xoş istirahətdən sonra layihələrlə başlayın. Hər şey üçün təşəkkürlər. Nə gözəl ki, müəlliməm. Təhsil sahəsində çalışıram. Azərbaycan Respublikasına, vətənim Göyçayıma, Azərbaycan təhsilinə, Azərbaycan müəllim olaraq xidmət edirəm. Buradan keçib arxaya gedəcəm. Görüm, dəqiqəm uzun olsa da zərər yoxdur. İstəmirəm videonu saxlayam. Yəni, bugünün mənim sabah rayona qayıdandan sonra xatirəmdə qalsın. Özüm düşməsəm də zərər yoxdur. Onsuz şəkillərdə, videolarda mən çox varam. Qəşəng gülləri var, həyət bağçaların, bağların. Söyüd ağacları da xüsusidir. Xoşum gəlməndə söyüd ağaclarına. Düzdür, Göyçayımın çınarının gözəlliyinə, yaşıllığına çatmaq qeyri-mümkün, amma bu belə kotejlərdir, ailələr qalır. Demək, əziz dostlar, istədim ki, əvvəl gələndə tək istədim qalam, tək istirahət edəm. Gördüm ki, tək istirahət, mən bilirsiniz ki, həmişə ictimaiyyət içərisində olmuşam, cəmiyyətdə olmuşam. Həmişə, yəni, fəaliyyətdəyəm. Mən bir yerdə dayananda qanım donur. Ona görə çalışdım ki, deməli, sonra düşündüm ki, tək qalmayım. Özümə bir nəfər də olsa otaq yoldaşı götürüm. Ağdaşdan bir xanım müəllimədir. Səmiyə müəllimə. Belə qoyaq. Deməli, onunla bir otaq yoldaşıyam. Maraqlıdır, danışırıq, bölüşürük, paylaşırıq. Ədəbiyyat müəlliməsidir. Bir-birimizə söhbətlər edirik. Dilimiz, ünsiyyətimiz tutur. Xanım, bunun arxasında basenya var, hə? Bilmirsiniz? Ünsiyyət qururuq. Bölüşüb, paylaşırıq. Belə. Salam. Salam. Necəsiz? İstirahətiniz necə keçir? Yaxşıdır, şükür. Çox gözəl. Belə.
Bilə bilmədim, tapa bilmədim. Hə, düşündüm ki, tək qalam, sonra dedim ki, yox, tək ola bilməz. Axı, mən tək qalsam, qanım donar. Ona görə otaq yoldaşı qalıram və maraqlıdır. Burada axşamlar qəşəng qurbağalar olur, qur ulduyur. Ha, belə. Kimyasal sertifikasiyada yaman işte. Ben bir şey yapayım diye. Ha, belə. Bura belə meşəlik. Gedirəm ancaq mən. Hə, deməli bugün silahlı ordunun yaranması günü, milli ordu günümüzdür. Aha, orada deyəsən həyat var, qanlanma var. Gedəcəm indi ora. Deməli bugün biz tədbir keçiriləcək. Yarışlar, oyunlar. Kərtənkələ. Hə, deməli qazilər danışacaq. Sonra şəhid anamız var. İnşallah o yıxılmışdı. İştirak edəcək, aramızdadır. Sonra qazilər olacaq, uşaqlar əskərə məktub falan yazacaqlar. Onu səsləndirəcəklər, oyunlar keçiriləcək, müsabiqələr olacaq. Sonra, ay, mən çox düzgün olmayan tərzdə bu ağaçların arasında addımlayıram. Gərək o tərəfdən gedərdim. Yenə də pis deyil. Belə. Salam. Bayramımız mübarək. Silahlı Qüvvələr Günü.